Belə deyək də, Mahirin Legiyaya getmək qərarı sırf Mahirin qərarı oldu. Çünki o vaxt bir neçə klub var idi. Yəni mən çox ümid eləyirdim ki, Mahir gedəcək Mexelenə, Belgiyaya. Yəni çox danışmışdıq. Artıq mən orada evə baxırdım. Belgiyada mənim qohumlarım var. Necə şəhərdir. Məncə bu da ekskluzivdir. Yəni son ana qədər mən fikirləşdim ki, Mahir Mexelenə gedəcək. Şəhəri soruşduq, çünki təkcə klub deyib getmək olmur da. İndi bəlkə bunu bəziləri bilmir, yəni futboldan kənar insanlar üçün deyirəm. Futbol adamları bunu təbii ki bilir. Məsəl üçün getdiyin zaman şəhəri fikirləşirsən, əhalini fikirləşirsən, hava durumunu fikirləşirsən, yaşayacağın yeri, yaşayacağın şəhəri, qidaları, bu necə olacaqdı? Yəni bu baxma, gedirlər 1 il, 2 il, yəni 1 il, 2 ildə bir igidin ömrüdür, bu sənin ömründən gedir. Ona görə də nəyəsə görə gedib o ömrü boşuna yaşamaq olmasın da orada. Çünki gedərsən pul qazanarsan, amma pul çox şeydir, amma hər şey deyil. Ona görə də mən son ana qədər fikirləşirdim ki, bu Mexelen olacaq. Həm də ona görə ki, mən Belgiya futbolunu çox sevirəm. Onların, yəni Belgiya ligini sevirəm, onların oyun tərzini sevirəm. Yəni mən çox istəyirəm. Ona görə də danışdıq, yəni son ana qədər fikirləşdik ki, bu Mexelen olacaqdı. O gün də biz son oyun səhv eləmirəmsə Neftçi Qarabağ idi. Neftçinin çempion olduğu il idi. Heç nə, oyun qurtardı. Götürdüm Mahiri, gəldim evə. Liftin yanında o düşdü. Mən dedim maşını park eləyim, mən qalxım. Heç nə, qalxdım evə. Dedim mən Legiyaya imza atdım. Mən də belə bir 2 dəqiqə üstünə baxdım. Və belə özü seçdi. Dedi ki, mən hiss elədim ki, mən çempion komandada oynamaq istəyirəm. Sözü bu oldu. Dedi, yəni mən çempion komandada